Dostlar, hər birinizi salamlayıram. Bugünkü videomuzda AUX invertorda və Y5 xətası var. Bunu bir yaxın dostumuz gətiribdi, yaxın iş yoldaşımız ki, belə bir problem vardı təmiri ilə bağlı və maarifləndirmək üçün mən də sizə yaxşı bir video çəkirəm və Y5-in səbəblərini sizə izah edəcəyəm. Yəni Y5 nə üçün verir və hansı işlər görmək lazımdır ki, ilk növbədə bu Y5-dən ola bilər ki, biz sistemi çıxartdıq, işlədi. Bir dənə diqqətlə qulaq asın, zəhmət olmasa. Y5 xətası nədir? Bu, ən çox inverter kondisionerlərində olur. Bax, gördüyünüz kimi, iç və çöl blok arasında bir siqnal xətti var. Gördüyünüz kimi, iç və çöl blok arasında siqnal xətti var. Y5 verirsə, ola bilsin ki, siqnal xətti hardansa qırıqlıq var, ola bilsin quraşdırma zamanı zədələnib və yaxud da başqa səbəblər ola bilər. İlk növbədə bu xətti yoxlamaq lazımdır, siqnal xəttini. Y5 iç və çöl plata arasında xəbərləşmədir. Yəni, məlumatı buraxır arxaya və arxadan bir məlumat gəlir ki, çöl platadan. Sistem hər şey qaydasındadır, işləyir və problem yoxdur. Analiz etdikdən sonra kondisionerin işləməsi üçün start verir. Bu siqnalı arxa plataya buraxır və yoxlamaq üçün ki, necədir, işləyir, işləmir. Əgər geri dönüş ala bilmirsə, demək Y5 siqnal xətasıdır və yaxud kabellərin qırıqlığıdır. İlk növbədə bunu tam dəqiqləşdirmək üçün nə edirik? Baxın, testeri götürürük, ölçü aparatını. Baxın, dəyərli dostlar, burada yaxından çək. Baxın, demək, burada iç blokdan çöl bloka gələn bir siqnal xətti var. Bir dənə buranı yaxınlaşdırın. Bax, görürsünüz, burada birinci və ikinci. Gördüyünüz kimi. 1 və 2. Probların ucunu bura vururuq və kondisioneri alırıq dəyişən cəriyana. Bax, görürsünüz, 220 tok var. Bizim ana karta 220 girir. Yəni, daxil olur, amma sistem açılmır. Baxın, kartda bir dənə diqqətlə baxın, görürsünüz, sistemdə 220 var hal-hazırda. Burada indi müəyyən qoruyuculardan da keçir. Baxın, 220 göstərirəm sizə. Gördüyünüz kimi. Baxın, plata 220 daxil olur. Düzdürmü? Amma sistem açılmır. Sistem açılmadığı üçün geri məlumatı iç bloka buraxa bilmir. Və iç bloka buraxa bilmədiyi üçün bu Y5 xətası verir. Baxın, ilk növbədə edə biləcəyiniz bir şey vardır. Kondisionerin üst qapağını açırsınız. Bunun üzərində də bir dənə plasmas var. Bunu açırsınız. Baxırsınız bura. Baxın, burada ledlər var. LED 1, LED 2, LED 3. Əgər bu ledlər yanmırsa, ola bilsin ki, kondisionerin gərginliyi çoxalıbdır, çöl platasına zərər veribdir. Yəni, qısa qapanma olubdur, hər hansı bir problem yaranıbsa, bu plataya zərər veribdir. Əgər burada ledlər yanırsa və göstərir ki, ledlər yanır, platada gərginlik vardır, ola bilsin ki, burada gördüyünüz kimi platanın üzərində siqnal xətti var. Siqnal xətti. Bu siqnal xətti bizim 3-cü ayaqdır. Gördüyünüz kimi, burada 3-cü ayaqdır. Bu siqnal xəttini yoxlamaq lazımdır. Onu dəqiqləşdirmək lazımdır. Ola bilsin ki, siqnal xəttində içəridə hər hansı bir komponentlər yanıbdır və obratın içəriyə siqnal buraxa bilmir. Biz bu platanı təmir edəcəyik. Və üzərinə qoyub yoxlayacağıq sizinlə birlikdə. Diqqətlə baxın, sonacan. Biz bunu indi tam yoxlayıb sizə verəcək platanı təmir etdikdən sonra. Platamız təmir olundu, hazırdır. Gördüyünüz kimi işıq yanır. Hər şey qaydasında. İşə saldıq. Gördüyünüz kimi sistem açıldı. Gərginliyimizi yoxlayırıq. Yerində hər şey qaydasında işləyir. Y5 xətası itdi, motorda işləyir, hər şey qaydasında. Dəyərli dostlar, inverter kondisionerlərin bütün modelləri ilə bağlı müraciət edə bilərsiniz. Biz sizə köməklik edəcəyik.
Sağ olun, növbəti görüşlərə dək.